Tarixi zəfərimizin 5 illiyi Amerika Birləşmiş Ştatlarının müxtəlif şəhər və ştatlarında böyük coşqu ilə qeyd olunur. Hazırda Nyu-Yorkdayıq və olduğumuz bu məkan Nyu-Yorkun qabaqcıl ali təhsil ocaqlarından biri olan Kolumbiya Universitetidir. Məsələn, bugün burada da həm burada təhsil alan tələbələrimiz, eləcə də başqa ştat və şəhərlərdə fəaliyyət göstərən aktiv diaspor təmsilçiləri bir yerə toplanaraq bu uğurlu qələbə günümüzü qeyd edirlər. Mən Esmira Bayramova, Florida Azərbaycanlıları Cəmiyyətini bugün burada təmsil edirəm. Zəfərimizin 5 illiyi bugün Nyu-Yorkda çox yüksək səviyyədə qeyd olundu. Çox gözəl çıxışlar oldu bugün bu tədbirdə. Həm Alyansın üzvü olaraq, həm də Florida Azərbaycanlıları təmsil edərək bugün burada olmaqdan çox xoşbəxtəm, qürur duyuram. Necə ki, müharibə dövründə, həmçinin bugün də biz Azərbaycanlılar yumruq kimi birləşmişik və hər zaman önəmli günləri vətəndən uzaqda bərabər qeyd edirik. Tədbir çox yüksək səviyyədə təşkil olunub. Tədbirdə həm gözəl rəqs nümunələri, həm musiqili çıxışlar, həmçinin çox önəmli insanların gözəl bayram təbrikləri oldu. Bugün burada olmaqdan bir daha qeyd etmək istəyirəm ki, çox xoşbəxtəm. Mənim adım Nabad Eminabadır. Mən Florida ştatından qatılıram. Azərbaycan-Amerika Gənclər Assosiasiyasının rəhbəriyəm. Bugün çox möhtəşəm bir tədbir keçirdik. Columbia University'də Zəfər gününü qeyd elədik. Və hamıya salamlayıram Azərbaycanda. Və çox fəxr edirəm ki, Azərbaycanlıyam. Qarabağ Azərbaycandır, Qarabağ bizimdir. Çox sağ olun. Ben Nahid Cəfəri, Təbrizdənəm, New York'da University profesörüyəm. Bugün Azərbaycanın 5-ci zəfər kutlamasına qarışdım. Ben Azərbaycan xalqına çox təbrik edirəm bu böyük zəfərlər üçün, zəfər qazanmaq üçün və umaram ki, hər zaman böyle sülh içində yaşasınlar və heç böyle problemlər bir də onlara görünməsin. Çox təbrik edirəm. Yakov Abramov, deməli Azərbaycan Yahudiləri icması Amerikada fəaliyyət göstərən o icmanı təmsil edirəm. Deməli Amerikada yaşayan, fəaliyyət göstərən Azərbaycan Yahudilər icması adından bütün Azərbaycan xalqını, dünya Azərbaycanı bu gözəl bayram, çox önəmli bayram münasibəti ilə təbrik edirəm. Demək, Azərbaycanın müasir tarixində bu bayramın xüsusi yeri var və onun bugün qeyd edilməsini görürsünüz ki, müxtəlif ştatlardan çox Azərbaycan liderləri, ədəbiyyat təşkilatları iştirak edirlər. Təbrik edirəm hamısı, bütün Azərbaycan xalqını və bir də onu demək istəyirəm ki, nə qədər vətəndən uzaqda yaşayırıqsa da, onsuz da ürəyimiz həmişə oradadır. Yaşasın Azərbaycan, yaşasın müstəqil Azərbaycan, yaşasın bölünməz Azərbaycan.
Jalə Abdullayeva, dövlət proqramı təqaüdçüsüyəm. Hal-hazırda Kolumbiya Universitetində Dövlət İdarəetmə Fakültəsində 2-ci kurs təhsil alıram. Özüm Azərbaycan-Amerika Gənclər Təşkilatının üzvü, həmçinin də board memberiyəm. Bu tədbirin təşkilində diaspora, Azərbaycan diasporası və BMT-nin daimi nümayəndəliyinə çox dərin təşəkkürümüzü bildirirəm. Çünki onların sayəsində Azərbaycandan kənarda, New Yorkda Azərbaycan ab-havasını yaşadıq və bu böyük Zəfər bayramını bütün xaricilər də daxil olmaqla buradakı müxtəlif millətlərdən olan insanlara da tanıtdıq. Azərbaycan mədəniyyətini, bu 5 illik bu Zəfər gününün önəmini onlara təqdim etdik. Burada olmaq mənim üçün çox qürur vericidir və bu günü öz həmvətənlərimizlə, həmçinin də cənab səfirin iştirakı ilə, həmçinin də diaspora nümayəndələrinin iştirakı ilə keçirilməsi çox önəmli idi bizim üçün. Çox təşəkkürlər.